Xalq artisti Tarzən Ramiz Quliyev səhər saatlarında uzun müddət əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib. Xalq artistinin vida mərasimi sabah saat 11-dən 1 arasında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Ramiz Quliyev 2-ci Fəxri Xiyabanda dəfn olunacaq. Xalq artisti səhhətinin pisləşməsinə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi və yaxınlarının sözlərinə görə səhhətində müəyyən müsbət dəyişiklik var idi. Lakin hətta həkimlərin məsləhəti ilə dünən onu xəstəxanadan evə gətiriblər. Amma səhər vəziyyəti pisləşib və rəhmətə gedib. Çox ağır gündür, həm ailəmiz üçün, həm də hesab edirəm Azərbaycan musiqi ifaçılığı üçün, musiqi mədəniyyəti üçün çox böyük bir itkidir. Ramiz müəllim Azərbaycan xalqının ən dəyərli, qüdrətli sənətkarlarından biri idi. O heç vaxt sonuna qədər yaradıcılıq arzusuna, sonuna qədər yaradıcılıq yanğısından heç vaxtı sönməmiş. Axıra qədər də belə idi. Ümidlərimiz vardı ki, bərpa olunacaq, müəyyən müsbət nəticələr vardı, dinamika var idi. Hətta dünən biz onu axşam həkimlərin məsləhəti ilə evə qaytardıq. Söhbət edirdik, hər şey yaxşı idi. Təəssüf ki, səhər biz onu itirdik. Hamımızın ustadı, Azərbaycan tarını dünya səhnələrində ən yüksək zirvələrə qaldıran Ustad Tarzən, Şərəf Şöhrət ordenli Ramiz müəllimi itirdik. Mənim üçün də çox ağır bir gündür. Biz Ramiz müəllimlə danışırdıq, tez-tez görüşürdük, məsləhətlərini verirdi həmişə. Necə xatırlayırsınız? Təkcə bir valideyn kimi yox, eyni zamanda bir yol göstərən kimi, bir nəsihətçi kimi, bir dost kimi, yaxın dost, sirdaş, yaxın bir insan kimi. Yəni ki, bax belə.